Hər birinizi salamlayıram, yenidən xoş gördük. Ötən həftə Şəhriyar Məmmədiyarovla oyunumu təhlil etdikdən sonra bir çox izləyicilər bunun davamlı olmasını istədilər. Mən də onların istəklərini yerə salmadım. Bu gündən etibarən mənim oyunlarım seriyasını başladıram. Ümidvaram sizlər arasında maraqla qarşılanar və davamlı olar. Seriyada mən karyeramdakı ən maraqlı oyunlardan, həm onların tarixçəsindən biraz danışacağam, həm oyunları sizə göstərəcəm. Ümidvaram xoşunuza gələr. Bugün elə Şəhriyar Məmmədiyarovla oyunda oynadığım D3, 5-ci gediş D3 gedişi ilə bağlı elə yadıma başqa bir oyun düşdü. Ermənistan təmsilçisi Gabriel Sarkisyanla oynamışdım 2013-cü il Dünya Komanda Çempionatında. Həmin il gözlənilmədən Şəhriyar Məmmədiyarov və Teymur Rəcəbov Dünya Çempionatında oynamaqdan imtina etdilər və buna görə də sıra mənə gəlib çatmışdı və komandaya dəvət olunmuşdum. Gördüyünüz kimi reytingim o vaxtı hələ 2600-ə yetməmişdi. Azərbaycan yığması Dünya Çempionatında ehtiyat belə deyək, komanda ilə iştirak edirdi. Fərq etməz ehtiyat əsas Ermənistan yığması ilə qarşılaşma həmişə bizim üçün önəmli olub. Uzun illər Qarabağ uğrunda işğal edilməsi və nəticədə həmişə bizim ölkələr arasında gərginliklər olub. Bu belə deyək ki, lövhəyə də bir növ sıçrayırdı. Sarkisyanla oyun 5-ci turda idi və turdan 4-cü turda mənə istirahət verilmişdi ki, 5-ci tur məhz bu önəmli oyuna Sarkisyana qarşı hazırlaşım və onun oynadığı debütlərdə bir ideya tapım. Həmin gün qarşılaşmada Ermənistan həmin yarışda əsas heyətlə idi, hətta belə deyək ki, karyeralarının pikində idi. Aronyan 2800 reytingində idi, ikinci lövhədə Movsesyan oynayırdı 2700-ə yaxın, üçüncü lövhədə Akopyan 700-ün 680-90 və dördüncü lövhədə Gabriel Sarkisyan. Bunu da əlavə edeyim ki, bu komanda 2012-ci ildə Olimpiyadanın qalibi olmuşdu, yəni çox təhlükəli komanda idi. Orada ilk lövhədə Rauf çətinliklə də olsa Aronyanın qarşısında dayandı. Hətta onlarda top fil topa sonluq yaranmışdı. 50 gediş oynanıldı. 50-ci gedişdə nəhayət Aronyan uduş vəziyyəti aldı. Amma şahmatda belə bir qayda var. 50 gediş əgər yəni vəziyyətdə piyada dəyişilmirsə və yaxud heç bir fiqur dəyişilmirsə, oyun heçicə olur. Rauf heçicə tələb elədi və aldı. Birinci lövhə belə heçicə bitdi. İkinci lövhədə Eltad Səfərli Erasmus Səfərli Movsesyanla heçicə oynadı. Üçüncü lövhədə Nicat Məmmədov Akopyana məğlub olmuşdu və dördüncü lövhədə mənim oyunum olmuşdu. Və görək həmin oyunda nə baş verdi. Bundan əlavə bir dənə də bu variantda başqa bir rapid oyunumu göstərəcəm, amma əsas diqqət təbii ki, Sarkisyanla oyunuma yönlənəcək. Və budur, D3 gedişini burada da etdim. Sarkisyan ümumiyyətlə indinin özündə də debütlərini təxmin etmək mümkündür. Öz debütlərini çox yaxşı bilir və təkrarlamaqdan heç bir rəqibə qarşı çəkinmir. Bu D3 gedişinin məqsədi bir növ anti-marshal oynamaqdır. Rəqib burada D6 gəlir, gözlənilən gediş C3, fil Y7, at D2, qala. Burada əsas gediş ağlarla qala qurma gedişi idi. Amma mən Sarkisyanla oyuna bu yeni ideyanı hazırlamışdım. Yeni dediyim, yəni o vaxtı da məncə artıq oyunlar olmuşdu, amma nadir bir fikirdir. Fikrin ondan ibarətdir ki, qala qurub, burada adətən nə baş verir? Qala qurulur, məsəl üçün top Y8, top Y1, burada at F1, at J3 gəlirlər. Mənim at F1 gedişimin məqsədi odur ki, burada top Y8 gəlsə, at J3 gəlim və bundan sonra qala qurma. Ola bilsin ki, topu Y1-ə qoydum, ola bilsin qoymadım. Bir temp önə keçməyə cəhd idi bu. Amma bunun öz bir çətinliyi var. Burada B5 gedişini oynadı. Fil C2, D5. Burada D5 çox güclü gedişdir. Qaralar dərhal mərkəz uğrunda döyüşürlər. Yəni tipik
İspan variantlarında bu fikirdən istifadə edir qaralar. Adətən D5 gedişindən sonra oyun bərabərləşməyə çox yaxın olur. Burada 7, at D5, at G3, F5, qala qurma, şah 8, şahı təhlükəsiz mövqeyə çəkir. Yəni bura qədər əla oynayır, yəni əsas gedişləri və top Y1-dən sonra burada mənim əsas ideyam o idi ki, burada qaraların edəcəyi gediş o qədər də insan üçün sadə deyil. Burada Y5 piyadasına hücum var. Və bir insan dərhal bunu fil D6 və yaxud fil F6 ilə qorumaq istəyir. Fil F6 gələndə burada at H5 gedişi var. At H5-dən sonra ağlar bu filə ilişir və bu o qədər də ürək açan deyil. Ağlar 2 fil üstünlüyü ala bilər. Və digər gediş fil D6 gedişidir. Və fil D6 gedişini Sarkisyan etdi. Burada isə daha bir önəmli problem yaranır. Fikir verin, burada lövhənin bu hissəsində qaraların demək olar ki, topdan savayı bütün əsas fiqurları dayanıb. Bəs bu şahı kim qoruyacaq? Məndə də hədəf şaha doğru yönəlir. Burada oyundan sonra məncə təhlil elədim və gördüm ki, burada at G5 kimi maraqlı gediş var idi. Amma bu oyunda mən fil G5 gedişini gəlirəm. Və fil G5 gedişindən sonra daha bir qeyri-dəqiqliyə yol verir. Burada vəziri Y8-ə gəlib H5 xanasını qorumaq çox vacib idi. Niyəsini isə oyunda görəcəksiniz. Sarkisyan burada vəzir D7 gəlir. Vəzir istəmədi ki, belə deyək ki, bu açmaza qoysun. Vəzir D7-yə gəlir. Vəzir D7 burada fil B3. Ata sual verir ki, hara gedir? Filimizi də aktivləşdiririk. At F6 gəlir və burada gözlənilmədən at H4. Artıq F5 xanasına təzyiq yaradılır. At Y7 gəlir ki, qorusun piyadanı və burada digər at H5-ə gəlir və F6-nın üzərində təzyiq yaranır. Burada əgər at H5 vursa, vəzir H5-ə gəlir. Tutaq ki, deyək ki, hər hansı bir səhv, kobud səhvdir, amma yəni göstərməyəcək. Fil 7, vəzir 7, burada at J6 və şah mat olur. Ona görə də nəsə eləməlidir və uzun fikirmə səhv xatırlanırsa burada Sarkisyan çox fikrə getdi və gəldi fili B7-yə. Fil B7-yə mən at F6, J, fil H6 gəlirəm və bundan sonra qaralar top J8 gedişini gəlir. Məncə maraqlı cəhd idi. Keyfiyyəti qurban verib J xəttindən hücuma çalışırdı. Əgər verməsə, tutaq ki, qaçsa buralara, top Y8-ə. Problem ondadır ki, artıq vəzir yaxınlaşır və vəzir F7-nin qarşısını qaralar asanlıqla ala bilməz. Məsələn, burada at J8 gedişinə artıq F5-dəki piyada gedir və fil J7 istəyir ağlar. Ona görə top J8 gəlir. Top J8-dən sonra burada gördüyünüz kimi fil topu vura bilər. Amma mən fikirləşdim ki, tələsməyə lüzum yoxdur. Vəziri gətirmək lazımdır. Vəzir H5. Dedim olsa top heç bir xanaya qatmır. Məsələn, burada top J4 gəlsə, vəzir F7 var, oyun uculur və belə də ki, istəyirəm J8-i vurmaq. Bunun qarşısını almaq üçün at D5 kimi gedişlər edə bilər. Amma at D5-ə adətən bu F5 piyadası zəifləyir. Yəni, problemlər yaranır. Yəni, burada kompüter deyir D4 gedişindən sonra darmadağın etmək olar vəziyyəti. Vəzir H5, at J6 gəlir. Bunda artıq fil J8-i vurub. Vəzir F5 götürürəm. Vəzir F7 gəlir. Burada at J6 vurmaq kobud səhv olardı. Çünki top J6-dan sonra 2 qat zərbə var. Ona görə vəzir H5 gəlirəm və atı bağlamaya salıram. Burada vəzir Y6 gəlir. At J6, top J6 və sonuncu dəqiq gediş. Burada J3 gəlmək heç cürə olmaz. Bu xəttə baxın, bu açılır və vəzir D5-dən sonra artıq oyunu udmaq mümkün olmayacaq. Məsələn, F3 gedişinə burada artıq qaraların top H6, vəzir H6, vəzir F3 gedişi var. Amma F3 yetəri qədər tipik və güclü gedişdir. Bu filin qarşısını kəsirəm. Burada vəzir D5 oynayır, vəzir D5-ə və F3-ü vurmaq istəyir. Şah H1, vəzir D3, top D1. Burada A2-ni vermirəm, fili qaçdıq. Və bir qədər manevrə ehtiyac var idi. Burada H7 zəifdir. Top H4-ə gətirib fili çəkib H7-yə hücum yaratmaq istəyir. F5, top H4, vəzir qaçdı. Top H3 gəlirəm ki,
Topaş 3-ün açığı, bəlkə də fil 7-dən və s. yayınmaq üçün Topaş 3, F4 və burada artıq filimizi transfer edirik. Bura EF, JF, şah J8, top J1, J6-ya. Topu dəyişirik. Nə qədər sadələşməyə getsə bir o qədər yaxşıdır. Çünki ağların keyfiyyəti artıqdır. F4, top J6 və vəzirlər dəyişəndən sonra bu vəziyyət texniki uduşdur. J5, bir-iki dənə dəqiq gedişlər, yəni o qədər də çətin deyil. Məsələn, burada H3 piyadanı fixləyirik orada. Bundan sonra fil gəldi F8-ə, fil 7 gələndən sonra artıq Sarkisyan təslim oldu. Çünki gələcəkdə deyəsən artıq top J8 istəyirəm. Burada bu piyadanı da udmaq olacaq. Yəni burada müdafiə mümkün deyil və beləliklə bu qələbə ilə belə də hesabı bərabərləşdirdi. O vaxtı 2013-də Azərbaycan-Ermənistan qarşılaşması məhz bu qələbə ilə 2-2 bitdi. Bundan sonra əslində Sarkisyanla bir dənə də oyunum var 2014-cü ildə. Orada qara fiqurlarla çox gözəl qələbə qazanmışdım. Bəlkə növbəti oyunlar silsiləsində göstərdim. Hələlik isə bir dənə başqa oyuna nümunə göstərmək istəyirəm. Bu Liang Avandır'a qarşı onunla da D3 gedişini etmişdim. Eyni deyə bu oyun online artıq 2019-cu ildə baş vermişdi və Avandır da Amerikanın ən gənc, ən istedadlı şahmatçılarından hal-hazırda 2700-ün ərəfəsindədir. O da tam Sarkisyan kimi oynadı və fili D6-ya yenə də bu qeyri-dəqiqliyə yol verdi. O online olduğu üçün rapid 10 dəqiqə 5 saniyə artıq dəqiq yadımda deyildi ki, bəs burada Sarkisyanla oyundan sonra qərar vermişdim ki, at J5 gedişi daha dəqiq gedişdir. Bunun əvəzinə fil B3 gəlir. Ya da ola bilər ki, bilirsiniz necə, o vaxtı kompüter bunu əsas gediş sayırdı. O da ola bilər. Burada at fil B3 gələn, fil Y6, at J5, filə hücum elə, fil J8-ə gedir. Burada sanki qaralar vəziyyəti nəzarətə götürüb, yəni birazdan mənim atımı qovacaq burada, mərkəzdə qəşəng piyada quruluşuna malikdir və gözlənilmədən burada hərçənd tipik kombinasiya at H7. Xırda taktika, şah H7 vursa, D5 zərbə altındadır. Məsələn, şahla vursa, burada vəzir H5, şah mat olur. Vurur at C3, dəqiq gediş, B-C, fil H7, vəzir, fil D5, düzü vəzir H5 burada daha dəqiq idi, fil D5, vəzir D7, vəzir F3, məcbur eləm Y4 gəlsin, DY, FY, burada vəzir H5, fil J3, HJ, top F5, burada hamısı belə deyək, templə, yəni burada gedir, vəzir J4 və burada bu vəziyyətdə qara şah zəifdir. Kompüter cəmi cümü ağlara azacıq üstünlük .25-30 verir, amma məncə praktik cəhətdən qaralara oynamaq çox çətindir və burada Avandır mənə gəlir ki, səhvə yol verir bu piyadanı götürməklə və götürür, mən gələm fil Y3, növbəti gediş top C1-ə gələcəm, top C1, top C5, deyəsən burada top C6, top C1 istəyirəm, gəlir vəzir Y7, top C6, top F6, artıq bu çobud səhv oldu. Amma bu vəziyyəti qorumaq çox çətindir. Qaralar üçün həddindən artıq çox zəifliklər var. Bu fil neynir bəlli deyil. Bu piyada da elə zəif demək olar. Top F6, burada artıq fil J5 gedişinin gözündən qaçırır. Ya da ki, bəlkə də vəzir B4 bu taktikaya ümid eləyirdi ki, burada Y1-ə hücum eləyir. Amma çox da ümidli olmamalıydı. Fil F6. Fil F6, vəzir Y1, şah H2. Burada artıq gördük ki, JF, top C7, top J8, vəzir H4-dən sonra H7-ni heç cürə qoruya bilmir. Top J7-yə, vəzir F6. Uduş var burada, top J8 gəlir. Top C7, JF və vəzir H4 belə oyun qutarır. Qısası bu variantda əslində bir dənə də əlavə oyunum var bu deyişdə. O da qəşəng oyun idi. Onu da göstərmək olardı. Hərçənd onun sonu ürək açan bitməmişdi. Orada da təmiz, tamamilə uduş vəziyyəti almışdım. Ağ rənglərlə qəşəng, maraqlı oyun. Rapid idi. Sonda rəqib bir dənə tələ qurmuşdu. Vaxtından əvvəl sevinməyin, belə deyək, cəzasına getdim orada. Amma belə. Ümidvaram bu ideya D3
D6, S3, at D2, at F1, at G3 ideyası xoşunuza gəldi. Yalnız onu əlavə edeyim ki, burada bəzi yox, ən populyar gediş B5 gedişidir ki, məhz bu cürə ideyaların qarşısını alır. B5 fil B3-dən sonra fil C5 oyunlar bu tamamilə fərqli vəziyyətdir. Amma mən bildiyim qədərilə D6 oynayanların da sayı az deyil. Bəzi insanlar piyada quruluşunu bu cür qurmağı sevirlər. Ümidvaram oyunlar sizə zövq verdi. Diqqətinizə görə təşəkkürlər. Kanala abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.